Səhər tezdən şəhər hələ oyanmamışdı. Küçələr sakit idi, hava sərin idi. O isə artıq oyanmışdı. Telefonuna baxdı. Saat 7 idi. Tələsirdi. İşə gecikmək istəmirdi. Hamama girdi. Hazırlandı. Evdən çıxdı. Azan səsi eşidildi. Bir anlıq dayandı. Sonra dedi, sonra qılaram. Avtobusa mindi. Pəncərədən çölə baxdı. Fikri yalnız işdə idi. Bir vaxtlar namaz qılan bu insan indi namazı təxirə salırdı. Günlər belə keçirdi. Bir gün, 2 gün, 1 ay. Namazlar gecikirdi. Sonra tam unudulurdu. Qəlbində bir boşluq yaranmışdı. Amma o bunun səbəbini anlamırdı. Bir axşam dostları ilə görüşdü. Gülüşdülər, danışdılar. Amma gecə tək qalanda daxilində narahatlıq olurdu. Bir gecə yuxu gördü. Özünü qaranlıq bir yerdə gördü. Ətrafda heç kim yox idi. Birdən bir səs eşitdi. Namazını niyə tərk etdin? O qorxdu. Tərləmiş halda oyandı. Səhər oldu. Amma yenə namaz qılmadı. Çünki şeytan həmişə sonra dedirdi. Bir gün işdən qayıdarkən yolda yaşlı bir kişi gördü. Kişi səssizcə namaz qılırdı. Küçənin ortasında. Heç nədən çəkinmirdi. Bu mənzərə onu durdurdu. Yaşlı kişi bitirdi. Ona baxdı və dedi, oğlum, namaz insanı saxlayar. Namaz səni qoruyar. Bu sözlər onun qəlbinə toxundu. Amma hələ də qərar verə bilmədi. Çünki insan haqqı bildiyi halda təxirə sala bilər. Bu hekayənin yalnız başlanğıcı idi. Güllər bir-birini əvəz edirdi. O isə əvvəlki kimi yaşayırdı. Səhər oyanırdı, tələsirdi. Namaz yenə qalmışdı. İşdə hər şey yolundaydı. Pul qazanırdı. Hamı ona hörmət edirdi. Amma qəlbi sakit değildi. Bəzən səbəbsiz yerə sıxılırdı. Bəzən gecələr oyanırdı. Döş qəfəsi ağırlaşırdı. Həkimə getdi. Müayinələr edildi. Həkim dedi, bir problem yoxdur. Amma problem var idi. Qəlbin problemi. Bir gün anası zəng etdi. Səsi zəif idi. Oğlum, namaz qılırsan? O sustu. Sonra mövzunu dəyişdi. Anası dedi, namazsız qəlb evsiz quş kimidir. Telefon bağlandı. O uzun müddət fikrə getdi. Axşam evə qayıtdı. Tək idi. Televizor açıq idi. Amma baxmırdı. Birdən azan səsi gəldi. Bu dəfə səsi söndürmədi. Daxilində bir səs dedi, indi qalx. Amma bədəni ağırlaşdı. Ayağa qalxmaq istədi. Alınmadı. Çünki uzun müddət tərk edilən ibadət insanı yavaş-yavaş zəiflədir. Gecə yuxuya getdi. Yenə yuxu gördü. Bu dəfə böyük bir meydan idi. Millərlə insan var idi. Hamı tələsirdi. O isə yerində donmuşdu. Bir səs dedi, vaxt bitdi. O qorxu ilə oyandı. Tər içində idi. Nəfəsi sürətli idi. Bu dəfə qorxu daha real idi. Səhər oldu. Günəş doğdu. O güzgüyə baxdı. Özünü tanımadı. Bir zamanlar imanlı olan insan indi özünə yad idi. Bu hissənin sonunda qəlb artıq xəbərdarlıq edirdi. Amma hələ də seçim vardı. O gün fərqli başladı. Sanki içində bir ağırlıq vardı. İşə getmədi. Telefonunu kənara qoydu. Evdə tək qaldı. Sükut vardı. Divardakı köhnə bir şəkilə baxdı. Atası ilə çəkilmişdi. Atası artıq həyatda değildi. Amma onun sözləri hələ də yadında idi. Oğlum, namaz səni ayaqda saxlayar. Bu sözlər içində əks-səda verdi. Pəncərədən baxdı. Küçədə insanlar tələsirdi. Birdən azan səsi yüksəldi. Bu dəfə qəlbi titrədi. Ayağa qalxdı. Yavaş-yavaş. Dəstəmaz almağa getdi. Su əllərinə toxundu. Sanki illərin tofu yuyuldu. Səccadəni açdı. Uzun müddətdən sonra Allahu Ekber dedi. Sesi titredi. Birinci rükətdə fikri dağıldı. İkinci rükətdə gözləri doldu. Üçüncü rükətdə ürəyi açıldı. Salam verəndə daxilində yüngüllük hiss etdi. Sanki bir yük düşmüşdü. Amma bu başlanğıc idi. Çünki şeytan sakit durmaz. Axşam dostları zəng etdi. Gəlməsini istədilər. Bir anlıq tərəddüd etdi. Sonra getdi. Söhbət uzandı. Vaxt keçdi. Gecə oldu. Yatsı namazı keçdi. O an anladı. Qayıdış asan deyil. Amma mümkün idi. Gecə yatağa uzandı. Bu dəfə qorxulu yuxu görmədi. Dərin yuxuya getdi. Bu hissədə ilk addım atıldı. Amma yol hələ uzundu. Bir neçə gün sakit keçdi. Namazlarını qılmağa çalışırdı. Bəzən gecikirdi. Amma tərk etmirdi. Qəlbində bir ümid yaranmışdı. Amma bu ümid sınaqsız olmaz. Bir gün işdən zəng gəldi. Səsi ciddi idi. Sabah gəlmə. Səbəb demədilər. Telefon bağlandı. Əlləri əsdi. İşini itirmişdi. Bir anlıq içində qəzəb qalxdı. Niyə indi? Şeytan pıçıldadı. Gördün, namaz qıldın, belə oldu. O oturdu. Başını əllərinin arasına aldı. Gözləri doldu. Bu ən çətin anı idi. Ayağa qalxdı. Azan səsi gəlirdi. Daxilində mübarizə vardı.
Qıl ya qılma. Səccadaya baxdı, dərin nəfəs aldı, namaz qıldı. Bu dəfə daha səssiz, daha səmimi. Səcdədə uzun qaldı. İlk dəfə bu qədər. Qalxanda gözlərində yaş vardı, amma qəlbində sakitlik vardı. Axşam anası gəldi, hər şeyi bildi. Dedi, Allah səni sınayır. Bu sözlər ona güc verdi. O gecə dua etdi, uzun dua etdi. İlk dəfə tam təslim oldu. Bu hissədə iman sınaqdan keçdi və hələ bitməmişdi. Səhər tezdən oyandı. Bu dəfə tələsmirdi. Həyatında ilk dəfə vaxtı vardı. Səccadəni açdı, sakitlik içində. Namazını qıldı. Qəlbi rahat idi, işsiz idi. Amma ümidsiz değildi. Günlər keçdi, dua etdi, səbr etdi. Bir gün telefon zəng çaldı. Tanımadığı nömrə idi. Yeni iş təklifi idi. Daha az maaş, amma halal. O tərəddüd etmədi, qəbul etdi. Çünki artıq anlamışdı. Əsli qazanc pul deyil. Əsli qazanc qəlbin rahatlığıdır. İllər sonra onu tanıyanlar dəyişdiyini dedi. O isə sadəcə gülümsədi. Çünki o artıq bilirdi. Namaz tərk ediləndə hər şey dağılır. Namaz qaydanda hər şey yerinə oturur. Bu hekayə hamımız üçündür. Çünki heç kim təhlükəsiz deyil və hər kəs üçün qayıdış mümkündür. Səhər tezdən şəhər hələ oyanmamışdı. Küçələr sakit idi, hava sərin idi. O isə artıq oyanmışdı. Telefonuna baxdı. Saat 7 idi. Tələsirdi. İşə gecikmək istəmirdi. Hamama girdi. Hazırlandı. Evdən çıxdı. Azan səsi eşidildi. Bir anlıq dayandı. Sonra dedi, sonra qılaram. Avtobusa mindi. Pəncərədən çölə baxdı. Fikri yalnız işdə idi. Bir vaxtlar namaz qılan bu insan indi namazı təxirə salırdı. Günlər belə keçirdi. Bir gün, 2 gün, 1 ay. Namazlar gecikirdi. Sonra tam unudulurdu. Qəlbində bir boşluq yaranmışdı. Amma o bunun səbəbini anlamırdı. Bir axşam dostları ilə görüşdü. Gülüşdülər, danışdılar. Amma gecə tək qalanda daxilində narahatlıq olurdu. Bir gecə yuxu gördü. Özünü qaranlıq bir yerdə gördü. Ətrafda heç kim yox idi. Birdən bir səs eşitdi. Namazını niyə tərk etdin? O qorxdu. Tərləmiş halda oyandı. Səhər oldu. Amma yenə namaz qılmadı. Çünki şeytan həmişə sonra dedirdi. Bir gün işdən qayıdarkən yolda yaşlı bir kişi gördü. Kişi səssizcə namaz qılırdı. Küçənin ortasında. Heç nədən çəkinmirdi. Bu mənzərə onu durdurdu. Yaşlı kişi bitirdi. Ona baxdı və dedi, oğlum, namaz insanı saxlayar. Namaz səni qoruyar. Bu sözlər onun qəlbinə toxundu. Amma hələ də qərar verə bilmədi. Çünki insan haqqı bildiyi halda təxirə sala bilər. Bu hekayənin yalnız başlanğıcı idi. Günlər bir-birini əvəz edirdi. O isə əvvəlki kimi yaşayırdı. Səhər oyanırdı, tələsirdi. Namaz yenə qalmışdı. İşdə hər şey yolundaydı. Pul qazanırdı. Hamı ona hörmət edirdi. Amma qəlbi sakit değildi. Bəzən səbəbsiz yerə sıxılırdı. Bəzən gecələr oyanırdı. Döş qəfəsi ağırlaşırdı. Həkimə getdi. Müayinələr edildi. Həkim dedi, bir problem yoxdur. Amma problem var idi. Qəlbin problemi. Bir gün anası zəng etdi. Səsi zəif idi. Oğlum, namaz qılırsan? O sustu. Sonra mövzunu dəyişdi. Anası dedi, namazsız qəlb evsiz quş kimidir. Telefon bağlandı. O uzun müddət fikrə getdi. Axşam evə qayıtdı. Tək idi. Televizor açıq idi. Amma baxmırdı. Birdən azan səsi gəldi. Bu dəfə səsi söndürmədi. Daxilində bir səs dedi, indi qalx. Amma bədəni ağırlaşdı. Ayağa qalxmaq istədi. Alınmadı. Çünki uzun müddət tərk edilən ibadət insanı yavaş-yavaş zəiflədir. Gecə yuxuya getdi. Yenə yuxu gördü. Bu dəfə böyük bir meydan idi. Millərlə insan var idi. Hamı tələsirdi. O isə yerində donmuşdu. Bir səs dedi, vaxt bitdi. O qorxu ilə oyandı. Tər içində idi. Nəfəsi sürətli idi. Bu dəfə qorxu daha real idi. Səhər oldu. Günəş doğdu. O güzgüyə baxdı. Özünü tanımadı. Bir zamanlar imanlı olan insan indi özünə yad idi. Bu hissənin sonunda qəlb artıq xəbərdarlıq edirdi. Amma hələ də seçim vardı. O gün fərqli başladı. Sanki içində bir ağırlıq vardı. İşə getmədi. Telefonunu kənara qoydu. Evdə tək qaldı. Sükut vardı. Divardakı köhnə bir şəkilə baxdı. Atası ilə çəkilmişdi. Atası artıq həyatda değildi. Amma onun sözləri hələ də yadında idi. Oğlum, namaz səni ayaqda saxlayar. Bu sözlər içində əks-səda verdi. Pəncərədən baxdı. Küçədə insanlar tələsirdi. Birdən azan səsi yüksəldi. Bu dəfə qəlbi titrədi. Ayağa qalxdı. Yavaş-yavaş. Dəstəmaz almağa getdi.
Su əllərinə toxundu. Sanki illərin tofu yuyuldu. Səccadəni açdı. Uzun müddətdən sonra Allahu Ekber dedi. Sesi titredi. Birinci rükətdə fikri dağıldı. İkinci rükətdə gözləri doldu. Üçüncü rükətdə ürəyi açıldı. Salam verəndə daxilində yüngüllük hiss etdi. Sanki bir yük düşmüşdü. Ama bu başlangıc idi. Çünkü şeytan sakit durmaz. Akşam dostları zəng etdi. Gelmesini istediler. Bir anlık tereddüt etti. Sonra gitti. Söhbət uzandı. Vaxt geçti. Gece oldu. Yatsı namazı keçdi. O an anladı. Qayıdış asan değil. Ama mümkün idi. Gece yatağa uzandı. Bu dəfə qorxulu yuxu görmedi. Derin yuxuya getdi. Bu hissədə ilk addım atıldı. Ama yol hələ uzundu. Bir neçə gün sakit keçdi. Namazlarını qılmağa çalışırdı. Bəzən gecikirdi. Amma tərk etmirdi. Qəlbində bir ümid yaranmışdı. Amma bu ümid sınaqsız olmaz. Bir gün işdən zəng gəldi. Səsi ciddiydi. Sabah gəlmə. Səbəb demədilər. Telefon bağlandı. Əlləri əsdi. İşini itirmişdi. Bir anlıq içində qəzəb qalxdı. Niyə indi? Şeytan pıçıldadı. Gördün, namaz qıldın, belə oldu. O oturdu. Başını əllərinin arasına aldı. Gözləri doldu. Bu ən çətin anıydı. Ayağa qalxdı. Azan səsi gəlirdi. Daxilində mübarizə vardı. Qıl ya qılma. Səccadaya baxdı. Dərin nəfəs aldı. Namaz qıldı. Bu dəfə daha səssiz, daha səmimi. Səcdədə uzun qaldı. İlk dəfə bu qədər. Qalxanda gözlərində yaş vardı. Amma qəlbində sakitlik vardı. Axşam anası gəldi. Hər şeyi bildi. Dedi, Allah səni sınayır. Bu sözlər ona güc verdi. O gecə dua etdi. Uzun dua etdi. İlk dəfə tam təslim oldu. Bu hissədə iman sınaqdan keçdi və hələ bitməmişdi. Səhər tezdən oyandı. Bu dəfə tələsmirdi. Həyatında ilk dəfə vaxtı vardı. Səccadəni açdı, sakitlik içində. Namazını qıldı. Qəlbi rahat idi. İşsiz idi. Amma ümidsiz değildi. Günlər keçdi. Dua etdi. Səbr etdi. Bir gün telefon zəng çaldı. Tanımadığı nömrə idi. Yeni iş təklifi idi. Daha az maaş. Amma halal. O tərəddüd etmədi. Qəbul etdi. Çünki artıq anlamışdı. Əsli qazanc pul deyil. Əsli qazanc qəlbin rahatlığıdır. İllər sonra onu tanıyanlar dəyişdiyini dedi. O isə sadəcə gülümsədi. Çünki o artıq bilirdi. Namaz tərk ediləndə hər şey dağılır. Namaz qaydanda hər şey yerinə oturur. Bu hekayə hamımız üçündür. Çünki heç kim təhlükəsiz deyil və hər kəs üçün qayıdış mümkündür.